tromb atmasından tutun da daha başqa ürək problemlərinə, qapaq çatışmazlıqlarına hamısını gətirib çıxara bilir və çox narahat edici dönəmdir. Və gəlirik son mərhələ. Son mərhələ isə siflisin 4-cü mərhələsidir. Bu mərhələdə artıq mərkəzi sinir sistemi, yəni baş beyin və onurğa beyninə tutulumlar başlayır. Məhz bu siflis iltihab ocaqları baş və onurğa beynində tutduqları mövqe nəticəsində insanda meningitdən tutun da, güclü baş ağrılarından tutun da, yerişin, hissiyatın ətraflarda, əllərdə, ayaqlarda pozulmasından tutun da, belə deyək ki, kognitiv funksiyaların pozulması, düşüncənin pozulması, psixi problemlər ortaya çıxır. Sonra sizə deyim ki, beyində tutduğu bölgədən asılı olaraq görmənin itirilməsi, eşidilmənin itirilməsi, daha sonra insultlar, nə deyirsəniz var. Yəni bu